Salam əziz tələbələr. Bu gün sizlərlə say sistemlərlə bağlı danışacağıq. Say sistemləri nədir? Hansı say sistemləri bilməliyik? Test hansılar istifadə olunur? Biz onları öyrənək. Sonra keçirilmələrlə bağlı nümunələrə baxacağıq. Demək olar, say sistemləri ikilik say sistemimiz var, ikilik. Onluq say sistemimiz var. Bir də 16-lıq say sistemimiz var. Qəbul proqramlar ikilik, onluq və 16-lıq say sistemləri düşür. İkilik say sisteminin ədədləri hansılar olur? 0 və 1. Yəni, belə deyək də, x yazmışamsa bura, x indeksində 2 yazmışamsa, buradakı rəqəmlər 1, 0, 0, 1, 1, 1 ilə 0-dan başqa rəqəm ola bilməz. Yəni, burada 2 rəqəm ola bilməz, 3 rəqəm ola bilməz. İkilik say sisteminin ədədləri 0 və 1. Görürsünüz, burada neçə rəqəm var? 2 rəqəm var və 0 və 1 var. Bu ikilik say sistemində olan ədədlərdir. Onluq say sistemində olan ədədlər hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, ümumi olaraq 10 dənə rəqəmdən istifadə eləmişik. Və burada hansılar ola bilər? 89 bildiyimiz standart rəqəmlər onluq say sisteminin ədədləridir. Yəni, bizim gündəlik istifadə edədiyimiz rəqəmlər. 16-lıq say sistemlərindən aid olanlar hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Artıq burada 10-un adlanması var. 10 belə yazılmayacaq. Burada xüsusi simvollarına A 10 deməkdir, B 11 deməkdir, C 12 deməkdir, D 13 deməkdir, Y 14 deməkdir, F də 15 deməkdir. Əgər sizə desələr ki, ən böyük 2 rəqəmli 16-lıq say sistemində olan ədəd, onda hansı ədəd olacaq? 2 dənə nə olacaq? F olacaq. Və 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd budur. Onluq say sistemində ən böyük 2 rəqəmli ədəd bizim bildiyimiz 99 rəqəmidir. İkilik say sistemində ən böyük 2 rəqəmli ədəd 1 büyüdür. Yəni, qayda olaraq belə olacaq. Demək, ikilik say sisteminin ədədlərini gördük, onluq say sisteminin ədədlərini gördük, bir də 16-lıq say sisteminin rəqəmlərini gördük. Burada onun yerinə, yəni burada olacaq A, B, C, D, Y, F ədədləri olmuş olacaq. Sonra testdə belə bir sual da var ki, bunlardan hansı yazılışı doğru deyil? Yazılışı doğru deyilsə, misal üçün sizə götürüb yazacaq ki, misal üçün da A, C, Q hərfi 16-lıq say sistemində. Biz dedik ki, hansı hərflər ola bilərdi? A, B, C, D, Y, F hərfi, yəni Q hərfi yoxdur. Deməli, bu ədədləri 16-lıq say sistemində ola bilməz. Yəni, belə bir anlayış yoxdur. Və yaxud da ki, desək ki, misal, 34 ikilik say sistemində yox. İkilik say sistemində olan rəqəmlər hansı ola bilərdi? 1 və 0 ola bilərdi. Bunlar da bu qayda ilə. Burada əsas tip nə olaraq düşür? Çevrilmələr. İkilik say sistemindən onluğa, onluqdan ikiliyə. O bir türə çevrilmələrimiz var ki, onları biz yaxşıca bilməliyik. Yəni, çevrilmələrə baxaq. Əvvəla izah edəcəm sizə ikilik say sistemindən onluq say sisteminə keçirilməli, bir də 16-lıq say sistemindən onluq say sisteminə keçirilməli. Baxaq, ikilik say sistemindən onluq say sisteminə keçirilmək istədiyimiz ədədi necə çevirəcəyik? Bir ədədi biz ikilik say sistemindən onluq say sisteminə keçirmək istəyirsə, burada belə bir şey var. Misal üçün yazıram 1, 0, 0, 1, 1, 1 ikilik say sistemində. Bunu onluq say sisteminə çevirməliyəm. Sağdan, üzərinə bir xətt çəkirəm. İstənilən say sistemindən onluq say sisteminə keçirilmənin qaydası belədir. Üzərinə bir xətt çəkilir. Buraya yazılır 0, 1, 2, 3, 4, 5. Yuxarıdan nömrələnir. 0, 1, 2, 3, 4, 5 olaraq nömrələnir. Sonra başlanılır burada avtomatik 2-nin qüvvət şəklinə baxılmağa. Gəl yazaq. Yazıram ki, 1 vurulsun, 2 üstü 5. Üzərinə gəlsin. 0 vurulsun, 2 üstü 4 olmalıdır. Üstə gələk. 0 vuraq, 2 üstü 3, üstə gələk. 1 vuraq, 2 üstü 2. Üzərinə gələk. 1 vuraq, 2 üstü 1. Üzərinə gələk. 1 vuraq, 2 üstü 0. Əslində bu 0 vurulsun, nəyəsə rəqəm 2-nin qüvvət şəklində yazmağa ehtiyac yoxdur. Çünki biz bilirik ki, 0 nəyə vursa 0 alınacaq. Burada cavab eləyir 2 üstü 5 neçədir? 32. Üzərinə gəlirəm.
2 üstü bir dənə də var, 1 vuraq 2 üstü 2 nə var? 4 var. Üzərinə gəlirəm. 1 vuraq 2 üstü 1, 2 var. Plus 1 vuraq 2 üstü 0 var, 1 var. Sonra bu rəqəmləri toplayıram. 36, 1 eləyir 37. Bu artıq oldu nədə? Onluq say sistemində olan bir ədəd. İkilik say sistemində, onluq say sistemində keçilmənin qaydası bu cürədir. Gəlin bir dənə standartını nə görsəlim. Bax, tutaq ki. Bizə deyiblər ki, 1, 1, 1, 1, 1, 0, 0, 1, 1, 1. Bu ikilik say sistemindədir. Bunu keçib onluq say sisteminə. Keçirdək. Üzərinə bir dənə xətt çəkəcəyik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gəlin bir dənə də yazıram. 1. 10 dənə tutaq ki, burada var. Bir dənə də yazaq. 1 olacaq. 11 dənə tutaq ki. 11 dənə rəqəm var. Sonra başlayırıq biz bunun sıralamağa. Yazıram 1 vurulsun, 2 üstü neçə 11, üzərinə gəlməsin. 1 vurulsun nə? Bunları 0 edin ki, bizim üçün rahat olsun. 0, 0, 0. Belə yazaq. Hə, yazıram ki, 1 vurulsun, 2 üstü neçə 11, üzərinə gəlməsin. 1 vurulsun nə? 2 üstü neçə 10. Üzərinə gəlməsin. 0 vuraq 2 üstü 9 yoxdur, 0 vuraq 2 üstü 8 yoxdur, 0 vuraq 2 üstü 7 yoxdur. Qaldı nə? 1 vurulsun nə? 2 üstü 6. 1 vurulsun 2 üstü 6 üstə gəlməsin. Sonra var 1 vurulsun nə? 2 üstü 2. 1 vurulsun 2 üstü 2 üstə gəlməsin. 1 vurulsun 2 üstü 1 üstə gəlməsin. 1 vurulsun 2 üstü 0. Sonra bu rəqəmləri yerinə qoyarsınız. Bizə 2-nin qüvvətlərini bilsək, 2 üstü 1, 2, 2 üstü 2, 4, 2 üstü 3, 8, 2 üstü 4, 16, 2 üstü 5, 32, 2 üstü 6, 64, 2 üstü 7, 128, 2 üstü 8, 256, 2 üstü 9, 512, 2 üstü 10-da 1024, ən məşhur 2 üstü 10, 1024. Bunu biləndən sonra artıq 2 üstü 11-i tapmaq asandır. 1024, misal 2 üstü 11-də olacaq nə? 2048. Üzərinə gəlməsin, sonra 1 vurulsun 2 üstü 10, 1024. Üzərinə gəlməsin, 1 vuraq 2 üstü 6, 64. Üzərinə gəlməsin, 1 vuraq 2 üstü 2, yəni 4. Üzərinə gəlməsin, 1 vuraq 2 üstü 1, 2. Üzərinə gəlməsin, 1 də 1. Yəni, bunun testlərdə ikilik say sisteminin, onluq say sisteminin keçirilmələrin qaydası bu cürə olur. İndi gəldik uşaqlar, 16-lıq say sistemindən onluq say sisteminin keçirilmənin qaydasını öyrənməyə. Yazıram 16-lıq say sistemindən. Yazıram bura 16-lıq say sistemindən 10-luq say sisteminə keçirilmə. Yəni, həmişə qayda yenə deyirəm, eynidir. İstənilən say sistemindən 10-luq say sisteminə keçirilmənin qaydası eynidir. Baxın belə, tutaq ki. Mən bura yazmışam. A, B, 3, 16-lıq say sistemindədir. Bunu 10-luq say sisteminə keçirməliyəm. A, B, 3, 16-lıq say sistemindən 10-luq say sisteminə keçirməli üçün mən götürürəm, bunu edirəm, yuxarıdan bir dənə xəttimi çəkirəm, sonra sıralayıram. 0, 1, 2. Yazıram. A vurulsun. Bunu görünən yer deyəcək ki, hamı görə bilsin. O silərəm. Deməli, yazıram. A, B, 3, 16-lıq say sisteminə keçirməliyəm 10-luq say sisteminə. Mən dedim ki, nə etməliyik? İstənilən say sisteminə 10-luq say sisteminə keçirmənin qaydası üzərinə bir dənə xətt çəkilməkdir. 0, 1, 2 yazılır. Yazıram. A vurulsun 16 üstü 2, üzərinə gəlməsin. B vurulsun 16 üstü 1, üstə gəlməsin. 3 vurulsun 16 üstü 0. A neçədir? 10-dur. Üzərinə gələk. 16-ın kvadratı 256-dır. Üzərinə gəlməsin. B 11-dir. 11 vuraq 16, üstə gəlməsin. 3 vuraq 16 üstü 0, 3. Sonra bu rəqəmləri toplayıb cavab ala bilərsiniz. Bir dərsində görsədim. Tutaq ki, 14, 43, 16-lıqdadır. Bunu 10-luğa keçirmək lazımdır. Üzərinə bir dənə xətt çəkilir. 0, 1, 2 nömrələnir. 1 vurulsun 16-nın kvadratı. Üstə gəlsin 4 vurulsun 16 üstü 1. 3 vurulsun 16 üstü 0. Bu da bu qayda ilə tapılır. Bu oldu ikilik say sistemindən 10-luğa və 16-lıq say sistemindən 10-luq say sisteminə keçirilmələrin qaydası. Gəlin öyrənək artıq
onluq say sistemindən digər say sistemlərinə keçirməliyim. Uşaqlar, baxın. Yazıram ki, tutaq ki, 35 rəqəmini onluq say sistemindən ikilik say sisteminə keçir. Bir də 35 rəqəmini onluq say sistemindən 16-lıq say sisteminə keçir. İkisində də qayda eynidir. Dərsdə testlərdə işləyəndə görmüşük. Sadəcə ümumi olaraq video çəkirəm ki, məlumatınız yaransın. Siz 35 rəqəmini ikilik say sisteminə keçirmək istəmirsə, mən 35-i 2-yə bölə-bölə getməliyəm. Budaqlı bölmə ilə 2, eləyir 17, burada nə elədi? 34, burada qaldı 1. Buranı təzədən 2-yə bölürəm, eləyir 8, elədi 16, burada elədi yenə 1. Buranı yenə 2-yə bölürəm, burada elədi 4, burada elədi 8, burada elədi 0. Buranı yenidən 2-yə bölürəm, 2, 4, bir dənə də 0. Buranı yenidən 2-yə bölürəm, 1, 2, 0. Sonra başlayıram sağdan yuxarıya doğru düzməyə. 1, 0, 0, 0, 1, 1. Gəl yazaq. 1, 0, 0, 0, 1, 1. Bu oldu artıq ikilik say sistemində olan bir ədəd. Nümunə bir dənə görsətdim. Yəni, bütün sistemlərdə bu qaydada ikilik say sistemində keçirmə qaydası. 2-yə bölüm gedəsiz, sonra sonundan əvvələ doğru düzəsiz rəqəmlərdir. Bəs 16-lığa keçirsəndir, yenə deyirəm, istənilən rəqəmi onluq say sistemində olan bütün ədədləri istənilən say sistemində keçirmənin qaydası həmin rəqəmin indeksinə bölərək həyata keçirilir. Məsələn, 35 rəqəmini 16-lıq say sistemində keçirmək istəyirəmsə, deməli, mən eləməliyəm, 35-i 16-ya bölməliyim. Budaqlı bölmə ilə bölsəm 2 dəfə edir, burada eləyib 32, burada da qaldı 3. Artıq bunu 2-ni 16-ya bölə bilmərəm, bir dənə 2, bir dənə də 3 qaldı. Deməli, cavab olacaq 23, 16-lıq say sistemində. Yox, əgər burada qalıq 10 qalsaydı, onları siz 10 yaza bilməzdiniz. Və misal üçün, hansı rəqəm yazaq ki, burada qalıq tutaq ki, 10 qalsın. Burada tutaq ki, əgər 42 olsaydı, 42 rəqəm onluq say sistemindən 16-lıq say sisteminə keçirməyimizi istəsəydi də, 42-ni böləcəkdik nəyə? 16-ya. 2 dəfə eləyəcəkdi, burada eləyəcəkdi 32, burada qalacaqdı qalıq olaraq 10. Və biz bura 210 yaza bilməliyik. 210 yox, biz bayaq dedik, 16-lıq say sistemində A ədədi neçə idi? 10 idi, B ədədi neçə idi? 11 idi, C ədədi neçə idi? 12 idi. Artıq 2A yazacam. 2, onun yerinə A yazacam, bu da olacaq B. Bu da onluq say sistemindən 16-lıq say sisteminə keçirilmənin qaydası. Bunda yəni, hələ ki, saxlayalım.